Salam. Qaraciyəri və qan damarlarını tərtəmiz təmizləyən çox güclü bir təbii qarışımı nəzərinizə çatdırmaq istəyirəm. Hamınızı xoş gördüm. Videomu bəyəndiyiniz, paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün hamınıza əvvəlcədən təşəkkürümü bildirirəm. Bunun üçün bir ədəd orta ölçüdə çuğundur, 3 ədəd orta ölçüdə kök, yarım dəstə cəfəri, 300 ml su, 20 qram zəncəfil və 4-5 ədəd flusalis götürmək lazımdır. Çuğunduru, kökü, zəncəfili təmizlədikdən sonra xırda-xırda doğrayırıq. Bütün bunları blenderdə qarışdırırıq və süzgəcdən keçirdikdən sonra gündə 2 dəfə yeməkdən 1 saat əvvəl qəbul edirik. Hamınıza can sağlığı arzulayıram. Özünüzdən müğayət olun.